Nazir, hörmətli rektor, dəyərli müəllimlərimiz, dəyərli həmkarlar, xanımlar və cənablar. Sizin hər birinizi ADA Universitetində 2024-cü ildə keçirilmiş sertifikatlaşmanın nəticələrinə dair sertifikatlaşma, peşəkar müəllim, keyfiyyətli təhsil mövzusundakı tədbirdə salamlamaqdan məmnunluq duyuruq. Sevindirici haldır ki, artıq ikinci ildir ki, məhz ADA Universitetində cənab nazirin iştirakı ilə sertifikatlaşma prosesində yüksək nəticə toplamış müəllimlərlə görüş keçirilir. Bugün burada istər Bakı şəhər üzrə təhsil idarəsinin, istər 12 regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan və sertifikatlaşmada ən yüksək nəticə toplamış müəllimlərimiz iştirak edir. Gəlin, buradakı müəllimlərimizin timsalında sertifikatlaşmada uğur əldə edilmiş bütün müəllimlərimizi alqışlayaq. Təhsil naziri cənab Emin Əmrullayevə vermək istəyirəm. Məlumat üçün bildirim ki, hələ müəllimlərimiz, hörmətli həmkarlar, hər birinizi xoş gördük. Bilirsiniz ki, artıq ikinci ildir ki, biz bu zalda ADA Universitetinin divarları arasında sertifikatlaşdırma imtahanlarının, sertifikatlaşdırma prosesinin daha dəqiq nəticələrini ictimaiyyətə təqdim edirik. Bu ildə artıq bu prosesin davamı olaraq biz yeni, belə deyək, bu il bitirdiyimiz prosesin nəticələrini sizə təqdim edəcəyik, həmçinin geniş ictimaiyyətə. Eyni zamanda mən təqdimata keçməmişdən öncə istərdim Hasim sizə və ADA Universitetinə öz təşəkkürümü bildirim ki, bizə və müəllimlərimizə belə bir imkan yaradırsınız. Və həqiqətən də bu universitetdə olan mühit düşünürəm ki, insanların mühit özü fərqli bir baxış yaratmağa kömək edir. Bu ilki deməli nəticələr keçməmişdən əvvəl ümumi olaraq istərdim məlumat verim. Biz deməli bilirsiniz ki, 2022-ci ildən başlayaraq sertifikatlaşdırma prosesinə başlamışıq. Bu öz-özlüyündə iki məqsədli prosesdir. Məqsədin birinci hissəsi ondan ibarətdir ki, müəllimləri bacarıqlarına görə fərqləndirək və peşəkar, belə deyək, minimal peşəkar tələblərə cavab verməyən müəllimlərin digər müəllimlərlə bir fərqləndirilməsinə nail olaq. Bu fərqləndirmə isə ikinci məqsədimiz olan əmək haqqı sistemi ilə bağlıdır. Yəni, prosesin sonunda həm müəyyən mənada müəllimlərimizin bilik və səriştəliyinə görə bir fərqləndirmə, eyni zamanda bu fərqlərin maddi olaraq əlavələrlə müşahidə olunmasına söykənir. İbtidai sinif üzrə artıq proses yekunlaşıb, yəni biz sonda mən göstərəcəm 31.852 müəllimi sertifikatlaşdırma prosesinə cəlb etmişik. Proses başlayıb 2022-ci ildən ilk dəfə İbtidai sinif müəllimləri prosesə qoşulub, 10 mindən biraz artıq müəllimimiz bu prosesdə iştirak edir. Bugün üçün nəzərdə tutulmuş sonuncu çıxış sertifikatlaşma imtahanlarında maksimal nəticə göstərmiş Bakı şəhəri 131 nömrəli tam orta məktəbin müəllimi Şahnaz Sarıyevadan olacaq. Şahnaz xanım, sizi səhnəyə dəvət edirik. Buyurun. Hörmətli cənab nazir, dəyərli müəllimlər, dəyərli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Düzü çox həyəcanlıyam. Özüm riyaziyyat müəllimiyəm. Yəqin riyaziyyatçılar bunu yaxşı bilər ki, bizim cümlələrlə çox aramız yoxdur. Bizimkilər ədədlərlə bağlı, funksiya, cədvəl, diaqram, biz bunlarla işləməyi daha çox sevirik. Amma belə bir təklif gələndə ki, mən burada çıxış edeyim, həqiqətən də çox sevindim. Həm öz adıma çox sevindim, həm öz anam adına çox sevindim. Mən özüm müəllim ailəsində böyümüşəm. Anam riyaziyyat müəllimidir. İlk riyaziyyat müəllimim də anam olub. Bu illərim anam da sertifikasiya imtahanında iştirak edib, o da 54 bal toplayıb. Bu günlərim o məndən daha çox həyəcanlıdır. Mən onunla fəxr edirəm və o da mənimlə fəxr edir. Deyərsiniz ki, niyə? Mən özüm kənddə doğulmuşam və kənd məktəbində oxumuşam. Mən oxuduğum 2001-2012-ci illərdə mən Ağsu rayonunun Bənəcik kəndindənəm. Bizim kəndimizdə qız uşaqlarının oxumağı yox idi. Qız uşaqları oxumurdu. Oxuyurdusa 9-cu sinifə qədər oxuyurdu. Ondan sonra ali təhsilli, demək olar ki, kəndimizdə qız uşağı yox idi. Və mən o kənddən çıxan ilk ali təhsilli qız uşağı oldum. Həmçinin elə Ağsu rayonunda da mən 581 bal toplayanda 500 balı keçən ilk qız şagirdi idim. O dövrdə də yenə belə bir səhnədə çıxış eləmişdim. Onda da çox həyəcanlı idim. Bu günlərimdə həmin həyəcanı, eyni şeyləri yaşayıram.
7 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. 2017-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edəndə 60 baldan 50 bal toplamışdım. Düzdür, bu bal elə də pis bal olmasa da mən bu ilə qane olmadım. Gələn il yenidən imtahan verdim, 60 baldan 57 bal topladım. Yenə də qane olmadım, çünki hələ də Bakıda istədiyim məktəbə düşə bilmirəm bu balla. Və sonda keçən illərim 100 baldan 84,125 bal toplayaraq Respublika üçüncüsü ola bildim və istədiyim məktəbə, Bakı şəhəri 133 nömrəli tam orta məktəbə qəbul oldum və orada hal-hazırda işləyirəm. Çox xoşbəxtəm. Bu illərim sertifikasiya imtahanının test mərhələsindən maksimal nəticəni monitorda görəndə düşündüm ki, mən hardan başlamışam və harda bitirirəm. Bu böyük bir, mənə görə böyük bir qürurdur və düşünürəm ki, bəlkə də mənim bu balaca bir həyat hekayəm kimlər üçünsə bir motivasiya ola bilər. Həqiqətən bundan başqa sertifikasiya imtahanı haqqında danışmaq istəyirəm sizlə. Sertifikasiya imtahanı mən 50 bal, sonra 57 bal, sonra 84,125 bal toplayıb, sonra maksimum nəticə göstərməyib oturanda fikirləşirəm ki, deməli bu imtahanların bizim həyatımızda rolu böyükdür. Biz ömür boyu öyrənirik, bilik bacarığımızı artırırıq, fərdi göstəricilərimizi yüksəldirik və buna səbəb həmin imtahanlardır. Mən bunu öz nəticələrimdə görə bilirəm. Sertifikasiya imtahanının mahiyyəti mən düşünmürəm ki, yalnız təhsil verənlərin biliklərinin ölçülməsidir. Mən düşünürəm ki, burada müəllimlər öz üzərində çalışaraq peşə yararlılıqlarını artırırlar. Biz müəllimlər olaraq çox məsuliyyətli bir peşə seçmişik və biz ömür boyu daima öz üzərimizə işləməliyik. Əlbəttə ki, ixtisas biliklərimizi artırmalıyıq. Yəni, şərəfli peşədir. Mən bu şərəfli peşəni seçdiyim üçün həqiqətən də qürur hissi keçirdirəm. Çox sağ olun, təşəkkür edirəm diqqətiniz üçün. Öz nəticələrimdə görə bilirəm. Sertifikasiya imtahanının mahiyyəti mən düşünmürəm ki, yalnız təhsil verənlərin biliklərinin ölçülməsidir. Mən düşünürəm ki, burada müəllimlər öz üzərində çalışaraq peşə yararlılıqlarını artırırlar. Biz müəllimlər olaraq çox məsuliyyətli bir peşə seçmişik və biz ömür boyu daima öz üzərimizə işləməliyik. Əlbəttə ki, ixtisas biliklərimizi artırmalıyıq. Yəni, şərəfli peşədir. Mən bu şərəfli peşəni seçdiyim üçün həqiqətən də qürur hissi keçirdirəm. Çox sağ olun, təşəkkür edirəm diqqətiniz üçün. Sonda bir şey demək istəyirəm. Həqiqətən də 200 nəfər, bəlkə daha çox insan qarşısında çıxış eləmək çox həyəcanlıdır və yəqin ki, burada mənim müəyyən bir səhvlərim də oldusa, üzrü hesab edin. Təsəvvür edin, mənim çıxışım bu yöndə deyildi. Mən Hüseyin müəllimdən ilhamlanaraq bu çıxışı burada elədim. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli cənab nazir, hörmətli qonaqlar, bu tədbirdə iştirak etdiyiniz üçün